İndi isə daha ətraflı. İran Xarici İşlər Naziri Abbas Əraqçı məsləhətləşmələr aparmaq üçün bu həftənin sonunda Rusiyaya səfər edəcək. Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu həftənin sonunda Əraqçının Moskvaya əvvəlcədən planlaşdırılmış səfəri baş tutacaq. Səfərdən son hadisələr ilə bağlı məsləhətləşmələr aparmaq üçün istifadə olunacaq. Avropa Birliyinin Xarici İşlər Nazirləri İslam Respublikasının 7 fiziki və 2 qurumuna qarşı sanksiyaları təsdiqləyib. Avropalı diplomatların sözlərinə görə yeni sanksiyalar İranın Avropa vətəndaşlarını və Avropa-İran ikili vətəndaşlığı olanları girav götürməsinə cavabdır. Reutersin əldə etdiyi siyahıya görə sanksiya tətbiq edilən şəxslər arasında Tehranın Evin həbsxanasının rəhbəri, bir neçə hakim və digər ədliyyə rəsmiləri var. Həmçinin Şiraz Mərkəzi həbsxanası sanksiyaya məruz qalan 2 müəssisədən biridir. Bildirilib ki, yeni sanksiyalar İrana son illərdə ikili vətəndaşlara və Avropa vətəndaşlarına qarşı rəftarına görə ona qarşı beynəlxalq təzyiqlərin davamlı olaraq tətbiq edilib. Qeyd edək ki, hazırda İranda bir neçə Avropa və Amerika vətəndaşı, həmçinin ikili vətəndaşlığı olan şəxslər həbsdə saxlanılır. Qərb ölkələri İranın casus ittihamına görə həbs etdiyi şəxsləri girov adlandırır və İranın bundan Amerika və Avropa ölkələri ilə danışıqlarda təzyiq vasitəsi kimi istifadə etdiyini bildirdilər. Ukrayna prezidenti Vladimir Zelenski Amerika lideri Donald Trumpı ölkəyə səfərə dəvət edib. Lütfən hər hansı bir qərar qəbul etməzdən, hər hansı danışıqlar aparmazdan əvvəl gəlin bu insanlara, mülki şəxslərə, əskərlərə, xəstəxanalara, kilsələrə, uşaqlara baxın deyə Zelenski bildirib. O əlavə edib ki, Trump səfərindən sonra Ukraynada nə baş verdiyini başa düşəcək. Aprelin əvvəlində Amerika prezidenti Donald Trump Rusiya və Ukrayna liderlərinin münaqişəsinin həlli üçün saziş bağlamağa hazır olduqlarını bildirib. Amerika prezidenti əmin olduğunu deyib ki, o Avropa liderlərindən fərqli olaraq bu məsələdə irəliləyişə nail ola biləcək. Suriyada türkmən mənşəli generala yüksək vəzifə verilib. Türkiyə tərəfindən dəstəklənən Suriya Milli Ordusunun məşhur generalı Fehim İsa Suriya Müdafiə Nazirinin müavini, eyni zamanda Şimali regionun komandanın vəzifəsinə təyin olunub. Fehim İsa Suriyanın strateji əhəmiyyət daşıyan şimal bölgəsinin təhlükəsizliyindən məsul olacaq. Türkmən əsilli generalın qərargahının Hələb şəhərində yerləşəcəyi bildirilir. Qeyd edək ki, General Fehim İsa Suriya türkmənlərinin tanınmış hərbi liderlərindən biridir. O, Suriya Milli Ordusunun önəmli bir hissəsini təşkil edən Sultan Murad diviziyasına rəhbərlik edib. Siyasi dairələrdə, xüsusilə də Türkiyədə Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı ilə yaxınlığı ilə tanınır. Mətbuat onun daha əvvəl Baxçalıya etdiyi rəsmi ziyarətlə gündəmə gəldiyini xatırlayır. Fehim İsa'nın yüksək vəzifəyə təyin olunması Suriya lideri Əhməd Əl-Şaranın Türkiyəyə son səfərindən sonra həyata keçirilib. Bu səbəbdən təyinat Suriya-Türkiyə münasibətlərinin gələcəyi baxımından da simvolik əhəmiyyət daşıyır. Qeyd edək ki, yeni hökumət açıqlamalarında Türkmən icmasının heç bir nümayəndəsinin nazir postuna gətirilməməsi ictimaiyyətdə narazılığa səbəb olmuşdu. Fehim İsa Suriyanın yeni hakimiyyət dövründə yüksək dövlət vəzifəsi tutan ilk türkmən rəsmi kimi tarixə düşüb. Avropa İttifaqı və Böyük Britaniya Amerika prezidenti Donald Trumpın hərbi sahədə təhdidləri fonunda mayın 19-da keçiriləcək Ayı Böyük Britaniya sammitində təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq haqqında saziş imzalamaq niyyətindədir. Avropa İttifaqı diplomatlarının məlumatına görə Trump administrasiyasının fəaliyyəti nəticəsində yaranan qlobal qarışıqlıq Brüsselin Londonla müdafiə və təhlükəsizlik haqqında pakt imzalamaq qətiyyətini gücləndirir. Bu pakt Britaniya şirkətlərinə birgə silah satın almalarında iştirak etməyə imkan verəcək. Amerika prezidentinin NATO müttəfiqlərini dəstəkləməklə bağlı hədələri və Rusiya təklifləri Avropa ölkələrini kollektiv şəkildə silahlanmağa və müdafiə xərclərini artırmağa məcbur edib. Qeyd edək ki, onlar həmçinin Amerikanın vasitəçiliyi ilə mümkün sülh sazişindən sonra Ukraynanın müdafiə üçün qüvvələri birləşdirmə imkanlarını müzakirə edirlər. Donald Trump noyabrda Cənubi Afrikanın ev sahibliyi edəcəyi G20 sammitində iştirak etmək istəmədiyini açıqlayıb.
Tramp Cənubi Afrikada ağdərili fermerlərin torpaqlarının qəsb edildiyi və onların ailələri ilə birlikdə öldürüldüyü iddialarını yenidən səsləndirib. O bildirib, media bu barədə məlumat verməkdən imtina edir. Birləşmiş Ştatlar Cənubi Afrikaya verdiyi bütün dəstəyi geri götürdü. Torpaq müsadirəsi və soyqırımı əsas gündəm olduğu halda G20-nin həlledici toplantısı üçün Cənubi Afrikaya getməyimizi necə gözləmək olar? G20 üçün orada olmaq istəyirik? Mən belə düşünmürəm. Donald Trump yaxın vaxtlarda İranla bağlı qərar qəbul edəcək. Xatırladaq ki, aprelin 12-sində Omanda Tehran və Vaşinqton nümayəndələri arasında İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması üzrə ilk məsləhətləşmələr keçirib. İran nümayəndə heyətinə Xarici İşlər naziri Abbas Araqçı, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Steven Witkoff başçılıq edib. İran Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə görüş konstruktiv və sakit şəraitdə keçib və tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. Nazirin sözçüsü İsmail Bəqai deyib ki, İran və Amerika arasında dolayısı danışıqların ikinci mərhələsi Omanda baş tutmaya bilər. Lakin bu ölkə vasitəçi rolunu oynamağa davam edəcək. Axios portalının mənbələri qeyd ediblər ki, danışıqların keçiriləcəyi yerin dəyişdirilməsi Amerika administrasiyasının təşəbbüsü ilə həyata keçirilir.